Baxmayaraq ki, uşaqlar ailələrindən cəmsi bir həftə də ayrılıblar, amma evdəkilər üçün çox darıxıblar. Və biz də qərara gəldik ki, onlara hərəsinə 10 saniyə vaxt verək, onlar bax öz ailələrinə, dostlarına buradan müraciət eləsinlər. Uşaqlar, utanmayın, buyurun. Mən buradan ailəmi, əzizlərimi salamlayıram. Sizləri çox istəyirəm, sizlər üçün çox darıxıram. İnanıram ki, sizlərin yanına qalibiyyətlə dönəcəm. Sağ olun. Salam Bakı, sizin üçün çox darıxmışam. Bu layihəyə düşdüyümə görə hər kəsə çox sağ olun bildirirəm. Mən bütün iştirakçılara uğurlar arzulayıram. Mən uğur rəqəm altında anadan olmuşum və mən inanıram ki, mənim göydəki ulduzum da uğurludur. Və böyük səhnənin ulduza da elə mən olacağım. İnşallah bütün iştirakçılara böyük uğur arzulayıram. Salam Azərbaycan, salam Bakı. Hər birinizdən ötürü çox darıxmışam. Bura gəlməmizin səbəbi odur ki, ifa göstərməkdir. İnşallah siz mənimlə fəxr edəcəksiniz. Çox sağ olun. Əlbəttə ki, ilk növbədə balalarımı öpürəm, bağrıma basıram. Həyat yoldaşıma salam göndərirəm və valideynlərimə. Və əlbəttə ki, mənə dəstək olan bütün insanlara çox sağ ol deyirəm. Çox sağ olun ki, inanırsınız. Hər kəsi salamlayıram. Evdəkilərdən və publikamdan ötürü çox darıxmışam. Mənəvi dəstəyinizə çox böyük ehtiyacım var. Yeni çıxışla qarşınızda səhnəyə çıxacağıma gərgin şəkildə hazırlaşıram. Üzümüzdən gördüyünüz kimi hamımız çox yorğunuq. Amma buna baxmayaraq bu əziyyətin çox böyük super şou gözləyir bizi sonunda. Drayvlı rəqslər, super mahnılar və ümumi performans. Doğrudan da buna dəyərmiş burada olmalı. Ona görə bir dənə bircə şey çatmır ki, bizə dəstək olan dostlarımız, yaxınlarımız yoxdur yanımızda. Amma buradan hamımıza salam göndəririk və bizə inanın, dəstək olun. Çünki çox uzaqdayıq, doğrudan da çox çətindir. Əzizlərsiz, dostlarsız və s. Allah yəqin yaxşı olar inşallah. Buradan evdəkilərə salam göndərirəm. Onlar üçün çox darıxıram. Dəstəyinizi əsirgəməyin. Yeni obrazla qarşınıza çıxacağıma sizi əmin edirəm. Bakıya və Azərbaycana salamlarımı göndərirəm. Düzünü desəm, Bakı üçün çox darıxmışam. Amma qayıtmaq hələ ki istərəm. Çünki burada görüləcək işlər var. Evdən çıxanda valideynlərimə söz verdim ki, qələbə ilə qayıdacağam və ona görə də bu qələbəni burada qazanıb Abdullayevlər ailəsinə aparacağam. Salam Baku, mama səni salamlayıram. Çox darıxmışam mən. Narahat olma, hər şey yaxşıdır. Öpürəm. Hər kəsi salamlayıram, ən əfsusda ailəmi. Sizin üçün çox darıxıram, hər kəs üçün çox darıxıram. Hamını çox istəyirəm və inşallah qələbə ilə dönəcəm. Gözləyin.